Demək, üçüncü sual, 23-cü sual. 3-də deyir ki, kompüterin, yox, üçüncü, alqoritmik dildə ifadənin yazılışı necədir? Demək olar, proqramlaşdırma dilində, yəni alqoritmik dil proqramlaşdırma dilidir. Biz vurmanı ulduzdan göstəririk, bölməni də slashdən göstəririk. Yəni, bu sualı yazmaq üçün yazıram x üstəgəl, bax, 3y, yəni 3 vur y deməkdir. Ona görə 3 ulduz y. Sonra burada arasında 2 nöqtə bölməni də bölmə kimi slashlə göstərim. Slash 5 ulduz x ulduz y. Bu formada. Yəni harda vurma varsa, bax bu 3y 3 vurma y-dir. Bura ulduz yazıram. Bölmə olan yerə slash yazıram. Bu vurmaya vurma, bax bunlar. Arasında heç nə yoxdursa vurma deməkdir. Belə. Sonra olur düzgün cavab Y bəndi. Niyə mötərizəyə getdik? Birincisi mötərizəni özü şərtdə vermişdi. Əgər mən mötərizəyə almayıb, yəni məsələn yazsam ki 3 üstəgəl 3 ulduz y sonra slash, riyazi olaraq bu bilirsiniz nə deməkdir? Bax elə bunun açıqlamasını yazıram. X üstəgəl 3 x 3 daha doğrusu y bölünsün 5x y. Bax bunu verir. Mən bu üstəgəlməni mötərizəyə almalıyam ki, yəni mən x üstəgəl 3y-i 5x-y-ə bölürəm. Amma mötərizə qoymasam burada, o demək ki, təkcə 3y-i bölürəm. Elə bil riyazi olaraq, məsələn, 10 üstəgəl 6 bölünsün 2 o deməkdir ki, 10-un üstə 3 gəlirəm. Amma bir də var ki, mən yazıram 10 üstəgəl 6 bölünsün 3. Yəni 10 ilə 6-nı topla bölücə. Həm də sualın özü şərtində bizə deyir ki, mötərizədə qeyd elə. Bax, burada şərtdə özü mötərizə yazıb. Bu forma. Tamam. 8, 5, 5-ci sual. Arada qalan olarsa təkrar qeyd edeyim. 5-də. Deməli 5-ci sualda nə edirəm? Üstdən aşağı ardıcılca gedirəm. Bax, A, C. A-nı verib -3, C-ni verib -5. Bax, oxla düşürəm aşağı. Qiyməti sağ tərəfə yazırıq, soldakı yeni qiymət olur. A-nın üstə 1 gəlirəm, -2. C-nin üstə 1 gəlirəm, 5-in üstə 1, -4. Və buradakı hər ikisini həll elədim. Oxdan düşürəm aşağı. Deyir, A sıfırdan böyükdürmü? -2 sıfırdan böyükdürmü? Yox, qayıdıram geri. Yenə A-nın da üstə 1 gəlirəm, C-nin də. -2-dir A. Bax, bu -2. Hətta qələmi vurğulayım. Bax, bu -2. -2-nin üstə 1 gələndə -1. Bu -4. Bunun üstə 1 gələndə -3. Düşürəm oxdan aşağı. A sıfırdan böyükdürmü? -1 sıfırdan böyükdürmü? Yenə yox. A-nın üstə 1, C-nin üstə 1. -1-in üstə 1, 0. C-nin üstə 1, -2. 0 sıfırdan böyükdürmü? Yox. Yenə qayıdıram. A-nın üstə 1 gəlirəm. 1. C-nin üstə 1 gəlirəm. -1. Desəz, niyə x-in üstə 1 gəlirəm? Çünki burada bu mötərizə bu düzbucaqlıdır. Həm A-nın üstə 1 gəl deyir, həm C-nin üstə 1 gəl deyir. İkisini də verib ona görə ikisini də əldə eləyirəm. İndi A-nı 1 tapdım. Düşdüm oxla. Bax bu şərti yoxlayıram. A sıfırdan böyükdürmü? 1 sıfırdan böyükdürmü? Deyirəm hə. Hə deyir ki, aşağı düş bizə. Aşağıda bax təkcə C-ni verib. Deyir C-nincə üstə 1 gəl. C -1 idi. Bax bu -1-in üstə 1 gəlirəm, elədi 0. Düşürəm oxla aşağı. Deyir C sıfırdan böyükdürmü? 0 sıfırdan böyükdürmü? Yox. If show aynen C qiymətlərini soruşur. A ən axırıncı 1 olub, C də ən axırıncı 0 olub. Deməli düzgün cavab B variantıdır. Bax belə. Sonra 8-ci sual. 8 də eyni bunu kimidir. Fərq nədir? Burada özü başda qiymətləri verib, həll eləyə axıra çıxıram. Bu rahatdır. Amma 8-də deyir, hansı variantı yoxlasam nəticəli xassəsi ödənər. Yəni, variantları bir-bir yoxlamalıyam. Nəticəli ödənir nə deməkdir? Yəni, hansını həll eləyib ən axıra çata bilərəm. Desəz, çatmasaq nə qayrasıyıq? Çatmayanda da belə boş-boş fırlanır. Məsələn, bir-iki dənə səhv variantı yoxlayıyorum.
Ya da ümumiyyətlə heç qəbuldayam, bilmirəm hansı düzdür, hansı səhv. Elə A variantından yoxlayıram. Yazıb -2, -2. Yəni A-nın qiymətinə -2 ver, C-yə -2. Bax, gəlsə, variantı yoxlayıram. A variantını fərz eləyirəm ki, bu başlıqda verilib. Görüm bunu həll eləyib axıra çıxa bilirəmmi? İndi deyir A-dan 1 çıx. -2-dən 1 çıxanda -3 eləyir. C-dən də 1 çıx deyir. 2-dən 1 çıxanda 1 eləyir. Oxla düşdüm aşağı. Deyir A sıfırdan kiçikdirmi? -3 sıfırdan kiçikdirmi? Hə, qayıdıram geri. Yenə A-dan 1 çıxıram. -4. C-dən 1 çıxıram. 0. -4 düşdüm oxdan aşağı. Sıfırdan kiçikdirmi? Yenə hə. Yenə qayıdıram geri. A-dan 1 çıxıram. -5. C-dən 1 çıxıram. -1. A-nı yenə yoxlayıram. -5 sıfırdan kiçikdirmi? Yenə hə. Artıq burada nəyi dərk edirəm? A mənfidir. Hər dəfədə 1 çıxır. A heç vaxt sıfırdan böyük olmayacaq. Yəni mən boş-boşuna burada kuruq verirəm. Bax, -5-ə gəlirəm, yoxlayıram. Hə deyir, qayıdıram geri. -6 olur, yenə hə deyir, qayıdıram. Bu sonsuzluğa qədər gedir. Deməli, bu variantı yoxlamağımın mənası yoxdur. Həm bu variant səhvdir, həm də A-nın mənfi ilə olan bütün qiymətləri səhvdir. Çünki A müsbət olmalıdır ki, məsələn, müsbət 2 olmalıdır ki, 2-dən 1 çıxanda 1 qalsın, 1 sıfırdan kiçikdirmi, yox deyib aşağı düşün. Elə varianta baxsaq, bax, sualın rahatlığı. A variantını yoxladım, səhvdir. A-nın bütün mənfi variantları səhvdir. Düzgün cavab qalır C variantı. Və belə, müsbət olmalı idi ki, mən buradan aşağı düşüm. Bax, burada yazıbsınız sual olaraq. 12-ci sual. İndi 12-ni izah edim, eyni tip sualdır. Bax, eyni şeydir, hansında xassəlik soruşur, variantları yoxlayır. Yenə variantları yoxlasaq. Bax, məsələn, yenə elə A variantından başlayayım. A, C. Burada məntiqi nədir bilirsinizmi? Variantları necə çıxaraq? Ya mənfilər səhv olur, ya müsbətlər səhv olur, ya da A-nın B ilə müqayisəsi, yəni A C ilə daha doğrusu A C-dən böyük olmalıdır ya da A C-dən kiçik. Yoxsa rəqəmin 3 mü, 5 mi olmağının əhəmiyyəti yoxdur. Gəlirəm A variantını yoxlamağa. 2, bu da 2-dir. Deyir A-dan da 1 çıx, C-dən də. Hərəsindən 1 çıxıram. 1, 1. Düşdüm oxdan aşağı. A sıfırdan böyükdürmü? 1 sıfırdan böyükdürmü? Hə. Əla. Buradan düşdüm aşağı. Deyir C sıfırdan böyükdürmü? Bu 1 sıfırdan böyükdürmü? Hə. Bunun həsi amma bizi geri qaytarır. Təzədən davam edirəm. A-dan 1 çıxıram 0. C-dən 1 çıxıram 0. A sıfırdan böyükdürmü? 0 sıfırdan böyükdürmü? Yox. Qayıtdı buradan geri. A-dan 1 çıxıram, -1, C-dən 1 çıxıram, -1. -1 sıfırdan böyükdürmü? Yox. Artıq A mənfiyə getdi və biz burada belə kuruq veririk. Bizə buradan deməli nə lazım idi? A müsbət olsun, amma C müsbət olmasın. C mənfi olmalıdır ki, buradan aşağı düşüm. Yoxladığım variant səhvdir və A-nın bütün mənfi variantları səhvdir. Çünki A mənfi ola bilməz. Və düzgün cavab qalır Y-dən. İndi gəlin əyani Y variantını yoxlayın. Görün həqiqətən Y variantı ödəyirmi, ödəmirmi? Deməli, Y variantını yoxlayıram. A, C, 5, 4. Hərəsindən 1 çıxıram. 4, 3. A-nı yoxlayıram. A sıfırdan böyükdürmü? 4 sıfırdan böyükdürmü? Hə, düşür. C sıfırdan böyükdürmü? 3 sıfırdan böyükdürmü? Hə, qayıdır geri. Davam edirəm. Yenə hərəsindən 1 çıxıram. 3, 2. Düşürəm. A sıfırdan böyükdürmü? Hə. C sıfırdan böyükdürmü? Hə. Qayıdıram. Desəz, niyə bunu davam edirsiniz? Çünki C bir-bir azalır deyə C nə vaxtsa sıfırdan kiçik olacaq. Ona görə davam edirəm. Çünki bilirəm ki, azala-azala gedir. Yenə hərəsindən 1 çıxıram. Bu 2, bu 1. A-nı yoxlayıram. 2 1-dən 0-dan böyükdürmü? Hə. C-ni yoxlayıram. 1 0-dan böyükdürmü? Hə. Yenə qalxıram. Yenə hərəsindən 1 çıxıram. 1 0.
Bax, əla. C-ni sıfırladıq. A-nı yoxlayıram. 1 sıfırdan böyükdürmü? Hə. C-ni yoxlayıram. 0 sıfırdan böyükdürmü? Yox. Bax, vəsiyo. Tam istədiyimiz variant. A müsbətdə qaldı. C ucu sıfıra düşdü. Ona görə Y variantı düzgün cavabdır. Çünki ən axıra gəlib çatdıq. Burada məqsəd odur ki, həll eləyib ən axıra çıxmaqdır. Bu da 12-ci sual. Sonra 15. 15-də deyir ki, Dövrün gövdəsi hesablama blokudur. Bax, bu blokdur. Bunu neçə dəfə həll eləyirəmsə, gövdə o qədərdir deyirəm. Yəni, x 10-dur, i 1-dir. X-in üstə i gəlirəm. Yəni, 10-un üstə 1 gəlirəm. Elədi 11. Düşürəm şərtə. Şərtdə deyir, x 10-dan kiçik bərabərdirmi? X-i 11 tapmışam. 11 ondan kiçik bərabərdirmi? Yox. Çıxdım. Cəmi neçə dəfə hesablama apardım? Bircə dəfə. Bircə dənə x-in üstə i gəldim, elədi 11. Deməli, biz neçə dəfə hesablama aparırıqsa, şərt də o qədər yerinə yetirilir. Bircə dəfə hesablama apardım. Deməli, daha doğrusu gövdə. Gövdə də deməli bircə dəfə icra olundu. Bir də təkrarlayıram. Dövrün gövdəsi hesablama blokudur. Neçə dəfə hesablama aparıramsa gövdə odur. Yəni, qısaca uşaqlar. Gövdə soruşursa, bax, bunun sayını tapıram. Şərt soruşursa, bax, bunun sayını tapıram. Hal-hazırdakı sualda ikisi də birdir. Müəllim, bəs dövr soruşarsa, onda Yenə dövr desə yenə bunun sayını tapıram, şərtin sayını. Burada dövr alqoritmdə dövr deyəndə belə kuruğu saymır. Yəni belə bax, bir dənə belə kuruq vurdum, bunu saymır. Mən üçün bir dəfə burada kuruq vuranda bu ikinci dövr olacaq. Çünki şərti ikinci səfər yoxlayacağam. Dövr deyəndə əslində şərtlərin sayını soruşur. Yəni belə riyaziyyatda bildiyimiz belə bir kuruq dövrə vurmağa dövr demirik. Şərti yoxlayıramsa o ucu bir dövr sayılır. Çünki şərt bloku ronddur, bu da həm də dövr sayılır. Və bunun sayıdır. 17. 17-ci sual. Deyir ki, burada, bax gənclər, deməli, bu tip suallar ümumiyyətlə, gəlin deyim, hansı halda dövrüdür, hansı halda xəttidir, hansı halda budaqlanandır. Dövrü konkret fırlanmalıdır, təkrarlanmalıdır. Avtobusun gün ərzində hərəkəti və yaxud da nə bilim qatarın hərəkəti, sonra tələbənin dərs cədvəli, çünki bir semestr eyni fənlərə gedir. Bu dövrü. Riyazi olaraq dövrü nə zaman olur? Modifikasiya tamamlayanda. Yəni aralıq və addım versə dövrüdür. Çünki aralıq addım modifikasiya da axı yazırıq i bərabər 2-dən 10-a qədər, məsələn 2 addımlayır. Bu dövrüdür. Və yaxud faktorialın hesablanması dövrüdür. Bir də 3 ədəd arasında böyük kiçik hesablayıramsa budaqlanandır. Bunu yazıb sizə belə kağız kimi ataram, elə baxarsınız. 3-dən çox olarsa dövrüdür. Məsələn, 50 ədəd arasında, 100 ədəd arasında. Deməli, dövrü nə idi? Bir 3-dən çox ədəd arasında ən böyük, ən kiçik hesablanması dövrü, faktorial dövrü, aralıq addım dövrüdür. Məsələn, gəlin dövrün burada suallarını tapım, göstərim. Bax, məsələn, 44-cü sual. Aralıq sözü gördünüzsə, bu modifikasiyanı ifadə eləyir. Modifikasiya da dövrün növüdür. Deməli, bu dövr alqoritmidir. Və yaxud da faktorial sualı yoxdur bizim kitabda. Amma bax bu var. 3 ədəd arasından deyirik ki, budaqlanandır. 3-dən çoxdursa dövrüdür. Bax burada da 100 dənə ədəd arasında deyir. Deməli bu dövrüdür. Amma burada 3 yazsaydı budaqlanandır. 2 yazsa budaqlanandır. 3-dən yuxarı nə yazsa 4, 5, 50, 100 hamısı dövrü. Deməli bir bu tipdə dövr olur. Avtobus zad indi aydın məsələ, onu onsuz da tutarsınız. Bir də aralıq addımda, bir də faktorialda dövr olur. Gəlirik indi xətti ilə budaqlananı necə seçirik? Əgər həmişə həlli varsa, o xəttidir. Amma hansısa ödəməyən qiymət varsa, o budaqlanandır. Desəz, mən onu nə bilim? Ən rahat.
Yerinə verilən funksiyada bir dənə mənfi qiymət qoy, bir dənə sıfır qoy. Hər iki halda ödəyirsə xəttidir. Bax, məsələn, 23-cü sual. Yazıb z bərabərdir a plus b bölünsün c. Deyir, ABC natural ədəddir. Natural nədir? Birdən müsbət sonsuzluğa. Mən burada normalda riyaziyyatda bir dənə qayda var ki, bu AB-nin yerinə nə olur olsun, sıxıntı yoxdur. Əsas bu C sıfır olmasın. Kəsirin məxrəci sıfır ola bilməz. Birlə müsbət sonsuzluğun içində sıfır deyə bir şey varmı? Yoxdur. Deməli, mən bu sualda natural olaraq nə versəm bunun həlli var. Yəni, ödəməyən qiymət yoxdur. Onda deməli, bunun cavabı xəttidir. Çünki həmişə həlli var. Amma 17-ci sualda tam ədəd mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Mən də bilirəm ki, bu z bərabər a plus b bölünsün c-də c sıfır ola bilməz. Yəni, sıfırdan fərqli olmalıdır. Deməli, mən proqramda mütləq şərt qururam ki, c fərqlidir, sıfır, hədirsə həlli var, yoxdursa boşluqluq. Yəni, burada şərtdən asılıdır deyə budaqlanandır. Çünki sıfırda ödəmir. Desəz, eyni sualdır. 23-də də sıfırda ödəmir. Amma 23-də zaten sıfır verə bilmirəm. Çünki naturalın içində sıfır yoxdur. Yəqin ki, 23-dən 17-dən başa düşdünüz. 17-ci sual verən tələbə aydındır mı sual? Tamam. Bax, məsələn, budaqlarına başqa ya da xəttiyə başqa nümunə göstərim. Deməli, buradan. Bax, məsələn, 37-ci sual. Mənə deyir ki, sıfırdan kiçikdirsə bunu həll elə. Sıfırdan böyükdürsə bunu həll elə. Yəni, mənə şərt verir. Deyir, budursa budur, budursa budur. Şərtdən asılıdsa budaqlanın. Amma 38-ci sualda deyir, rombun diaqonallarını verib. Ümumiyyətlə, yadda saxlayın ki, heç bir düsturda, riyazi düsturda perimetr tapılmasıdır, sahə tapılmasıdır, bölmə deyə bir şey yoxdur. Yəni, məsələn, adi tutaq, rombda belə 2-də 1, D1, D2-dir. Yəni, əmsala dəyişənə bölmürük də, belə deyim. Yəni, məxrəcə düşən yoxdur. O açıdan burada diaqonalı nə verir versin? 3, 5, 15, olsa bir-birinə vurub cavabı tapasıyam. Ona görə bunun cavabı həmişə xəttidir. Yəni, istənilən halda cavabı var. Da belə, xətti ilə bu budaqlananı belə seçirik. Budaqda mütləq şərt olur, xəttdə amma həmişə həlli olur. Sonra gəlirik 20-ci sual. 20-də modifikasiya necə həll olunur? Bu modifikasiyadır. Bir i dəyişəni 2-dən a-ya qədər, yəni a 5-dir. Yəni i dəyişəni 2-dən 5-ə qədər qiymətlər alır. Bax, i-nin qiymətlərini yazıram. 2-dən başlayır, 5-ə qədər 1 artır. Niyə 1? Çünki demişdik ki, özü 2 artsa, 3 artsa burada mötərizədə yazar. Yəni, bura vergüllə yazar. Heç nə yazmırsa o 1 artma deməkdir. Onda 2-ni 1 artırıram. 3, 4, 5. Bax, 1 artırdım. İndi i2 olanda bu sualı həll edirəm. Yəni, z-i tapıram. Bax, burada. Deyir, a üstə gəl, i üstə gəl, z. A-nın qiyməti 5-dir. I-nin qiyməti 2-dir. Z-in də qiyməti başda 2-dir. Elədi 9. Deməli, i2 olanda z-i 9 tapdım. Bax, qabağına A-nı da yazıram istəsəz. A da 5-dir. A dəyişmir onsuz da. İndi i3 olanda hesablayıram. Bir də təkrarlayım. Bu i niyə 2-dən 5-ə getdi? Çünki 2-dən A-ya qədərdir. A da 5-dir. Heç nə yoxdursa 1 artırar. Məsələn, burada 2 olsaydı 2 artırardım. Yazardım i2-dir, sonra 4-dür. Belə yazardım. i3 olanda bu misalı həll edirəm. A 5-dir, i3-dür. Z-in də son qiymətini 9 tapmışam. Elədi 17. Deməli, Z-i 17 tapdım. İndi i4 olanda yoxlayıram. A 5-dir, i4-dür, Z də 17-dir. Həmişə z-in ən son qiymətini qoyuram. Elədi 26. Ən axırıncı i5 olanda yoxlayıram. A da 5-dir, i də 5-dir, z-i də 26 tapmışam. Eləyir 36. Deməli, i5 olanda z 36 olur. Yəni, ən axırıncı tapdığım bizim cavabdır. Olur 36.
Zərfə xanım başa düşdünüzmü sualı? Bəli. Tamam. Harda başa düşməsəz digər uşaqlarda həmin an deyin, onun alternativ bir sualını izah edin. Elə düşünürəm lap aydın olar. 25. Bax Müəllim, 20 bəli. üzr istəyirəm. Bu 20-də mən siz hardan başa düşmədim? 5 5 üstəgəl 2 üstəgəl 5 var ha. Bax o hissədən sonra Bu fikrim birinci hissədən yayıldı. sonra mı? Hə, bu 5 üstəgəl 2 üstəgəl 5 36-nı tapdınız ha. Bax orada biraz mən qaranlıq qaldı. Bunu başa düşdükmü? 5, 4, 17. Bəli, bəli, harda gəldiyini Bax bildim. Sonra 26 harda gəldi. oldu. İndi ən axırıncı i5 deyilmi? Bunu yoxlayıram. A5-dir, bu A-nın qiymətdir. Mhm. i də 5-dir, düzdürmü? Ən son qiymət 5-dir. Hı, Z-i də bəli, ən son 26 tapmamışam mı? bəli. Topladım elədi 36. Aha. Şu, bu oldu bizim cavabımız. 30. Amma axırıncı qiyməti tapıb hesablayıb cavabı tapaq A elə. yeşil. Ən axırıncı hesablayıram. Axırıncı nədirsə cavab odur. Əla. Bax, məsələn, gəlin siz buna aid bir dənəsini izah edin, belə tam başa düşəsiniz sualı. Tutaq ki, hətta o 3 mərhələlidir, onun 2 mərhələsindən birini. Bax, 113-dəki sualı. I dəyişəni 2-dən başlayır 10-a qədər. 2, 2 artır. 2, 4, 6, 8, 10. İndi Z-i hesablayıram. I 2 olanda hesablayıram. Bax, i-nin üstünə Z gəlirəm. Z-in qiyməti 1-dir. Elədi 3. Deməli, i 2 olanda Z 3 oldu. İndi i 4-dür. 4-ün üstünə Z-i gəlirəm. Z də 3 daxa. Elədi 7. Elə bir fikir verin, bax, burada çarpaz şəkildə toplayıram. I 6-dır, Z 7-dir. 6-nın üstə 7 gəlirəm, 13. I 8-dir, Z 13-dür. 8-in üstə 13 gəlirəm, 21. I 10-dur, Z 21-dir. Toplayıram, yekun elədi 31. Ən axırıncı nə tapdıqsa, o da bizim olur cavabımız. Deməli belə. 25-ci sual. 25 də bayaqki bu 12 tipli, 8 tipli sualdır. Variantları bir-bir yerinə qoymaqdır. Gəl bir ikisini qoyaq, həll edək. A, C. Məsələn, A variantını yazıram. -2, C də müsbət 1-dir. Deyir, A-nın üstünə 1 gəl. -2-nin üstə 1 gələn -1. C-dən 1 çıx. 1-dən 1 çıxanda 0. Düşürəm oxdan aşağı. A sıfırdan kiçikdirmi deyir. -1 sıfırdan kiçikdirmi? Hə, qayıdıram geri. Yenə A-nın üstə 1 gəlirəm 0. C-dən 1 çıxıram -1. Düşürəm oxla. A sıfırdan kiçikdirmi? 0 sıfırdan kiçikdirmi? Yox. Düşürəm aşağı. C sıfırdan kiçikdirmi deyir. -1 sıfırdan kiçikdirmi? Hə, qayıdıram yuxarı. Bax, indi işin sıxıntısı burada başlayır. A-nın üstə 1 gəlir deyə sıxıntı yoxdur. A üzü müsbətə gedir. C-dən 1 çıxır deyə C üzü mənfiyə gedir. Şərtə düşəndə A sıfırdan kiçikdirmi, 1 sıfırdan kiçikdirmi yox deyib düşürəm. Bu şərti keçə bilirəm. Burada sıxıntı yoxdur. Amma bu şərti keçəmirəm. C sıfırdan kiçikdirmi? Hə deyib yenə qayıdıram geri. Yəni C müsbət olmalıdır ki, mən aşağı düşüm. Burada da C-dən həmişə 1 çıxır deyə bu C üzü mənfiyə doğru gedir. Deməli, bu yoxladığım variant və C-nin bütün mənfi variantları səhvdir. 2 dənə variantı ixtisar eləyə bildim. Başqa variant çıxaramıram. Təzədən başqa bir variantdan yenə başlayıram yoxlamağa. Məsələn, bu səfər də yoxlayaq C variantını. Elə ardıcıl. A ilə B onsuz da səhv çıxdı. Və C variantını yoxlayıram. A, C. A-nı verib -3, C-ni verib 3. A-nın üstə 1 gəlirəm, elədi -2. C-dən də 1 çıxıram, elədi 2. A sıfırdan kiçikdirmi? -2 sıfırdan kiçikdirmi? Hə, qayıdıram. Bir də. A-nın üstə 1 gəlirəm, -1. C-dən 1 çıxıram, 1. -1 sıfırdan kiçikdirmi? Hə, yenə qayıdıram. A-nın üstə 1 gəlirəm, 0. C-dən 1 çıxıram, 0. A sıfırdan kiçikdirmi? 0 sıfırdan kiçikdirmi? Yox. C sıfırdan kiçikdirmi? 0 sıfırdan kiçikdirmi? Yox. Super.
Aşağı çatdıq. Deməli, bu yoxladığım C variantı düzgün cavabdır. Sonra 41. Deyir, kvadrat tənliyin əsas həll alqoritmi nədir? D-nin sıfırla müqayisəsi gəncədir. Kvadrat tənlikdə çünki qayda budur ki, D sıfırdan böyük bərabərdirsə həlli var. X1, X2-ni tapıram. Çünki bilirsiniz niyə sıfırla müqayisədir? X1, 2 tapanda D kök altında olur axı. Kimin yadından çıxıbsa, narahat olmayın. Bu tip sual gəlməz qəbula. Sadəcə bu bir növ sizə şeyi aşılamaqdır da. Yəni belə deyim. Alqoritmi biraz tam dərk eləməyiniz üçündür ya da ümumi bir algı yaratmaq üçündür. Belə izah edeyim. Çünki bu riyazi bir sualdır. Kvadrat tənlik riyazi bir həldir. Sıfırla müqayisə edirəm. Sıfırdan böyük bərabərdirsə həlli var, kiçiksə həlli yoxdur. Sonra 35, 27. Baxaq 27-yə. Bir də bu 41-dən bir şey deyim. Bəzi tələbələr deyir müsbət qiymət alması. Müsbət odur ki, D böyükdür sıfır olsun. Yəni müsbətin içində sıfırı nəzərə almır. Amma biz sıfırdan böyük bərabərdir də deyirik deyə. Əslində bunu iki cür ifadə edə bilərik. Ya D-nin sıfırla müqayisəsi deyirik, ya da mənfi olmaması deyirik. Çünki mənfi olmama sıfır ya da müsbət olma mənasına gəlir. 27-də. Bu təkrarlanmanı necə hesablayırıq? Məsələn, mən başqa misal kimi göstərim. Yuxarıda qiymət verir. Məsələn, 5, aşağıda 3, yuxarıda məsələn 4, aşağıda 2. Ya da nə bilim, yuxarıda 4, aşağıda 1. Qayda olaraq yuxarıda verilən rəqəmdən aşağıdakını çıxıb üstə 1 gəlir. Yəni bunu belə yazıb. 5 çıx 3 üstə gəl 1. Vurulsun. Yuxarıdan 4 çıx 1 üstə gəl 1. Yuxarıdan aşağına çıxıb üstə 1 gəlib bir-birinə vururuq. Prosto bu sualda aşağılar 1-dir deyə elə 3-dən 1 çıxıb üstə 1 gələndə elə 3-ün özü eləyir. 4-dən 1 çıxıb üstə 1 gələndə 4 eləyir. 2-dən 1 çıxıb üstə 1 gələndə 2 eləyir. Yəni aşağılar 1-dirsə elə yuxarıları bir-birinə vursaz olar, eyni şeydir. Amma aşağı 1-dən fərqlidirsə mütləq yuxarıdan aşağı çıxıb üstə 1 gəlməlisiniz. Belə 35. Üzr istəyirəm, müdaxilə edirəm. Bəli. 35-in sualı mən vermişdim. O sadəcə yolu aydındır, spesifik hissəsində sualım var idi. Son Ortadakı B qiymətini böyük. götürürəm. Bunu soruşdunuz yəqin ki. Bəli, onu soruşurdum. Bəli, ən sonunu aldım. Bax, buradan gələndə A B-yə bərabərdirmi? Hə, B böyükdür C-dən yox. Düşürəm bura. A-nın üstə B gələndə, 1-in üstə 1 gələndə A 2 oldu. A-nın yeni qiyməti 2-dir. Artıq burada mən 2-nin üstə C gəlirəm. Yəni 1-in yox. Ən sonunu alıbsa onu götürürəm. Bütün hamısında belə olacaqdır, düzdür? Həmişə ən son nədirsə onunla hesablayırıq. Aydındır, sağ olun. Buyurun. 42, 43, 44. Deməli, 42-də kvadrat tənlikdə şərt neçə dəfə yoxlanılır deyil? Bir dəqiqə gəlsə üzr istəyirəm. Bəli, gəlsə. Demək 42-də bu dediyim kimi burada yazdıq bax 41-dəki D-nin sıfırla müqayisəsi. Yəni bunu müqayisə edən D sıfırdan böyük bərabərdirsə həlli var, yoxdursa yoxdur. Yəni bircə dənə şərt bloku var. Ona görə deyirəm ki, bircə dəfə şərt yoxlanılır. Ödəyirsə həlli var, ödəmirsə həlli yoxdur. 43-ə gələndə 43 əslində gənclər özümdən qiymətləri verib bir-bir bütün variantları yoxlamalıyam. Hamısını bir-bir. Amma istəyirsiniz, gəlin bunun çox rahat yolunu deyim. Belə bir də bütün variantları bir-bir yoxlaya-yoxlaya getməyin. Rahat yolu budur. Ya da hər iki yolunu deyim, kim hansını istəyirsə. Bax, rahat yol budur ki, bizə nə sual verir, versin. Məsələn deyirəm, tutaq deyir ki, A və B-nin yerdəyişmə alqoritmini tap. A və B deyirsə, A və B ilə başlamaq olmaz. Fərqli bir dəyişənlə başlayıram. Məsələn, C ilə. Yazıram C bərabər A, A bərabər B, B bərabər C. Bu birinci cavab. C bərabər B,
B bərabər A, A da bərabər C. Bu da ikinci cavab. Bax, yer dəyişmə budur. Fərqli dəyişənlə başlayıb, fərqli dəyişənlə bitirirəm. Ortada qiymətlər təkrarlanır. Və yaxud da burada da eynidir. Bax, fərqli ilə başlayıb, fərqli ilə bitirirəm. Ortada qiymətlər təkrarlanır. Yəni, ortadakı nədirsə, təkrarlanma onun təkrarlanması olur. Tamam mı? Bu A ilə B-in təkrarlanmasıdır. Məsələn, indi mən sizə nümunə kimi yazsam. M bərabər N, N bərabər Z, Z bərabər də M. Bu nəyin təkrarlanmasıdır? N Z. A yeşil, N-lə Z-in. İndi gəlirəm suala baxmağa. Sualda X-la Y-in təkrarlanması deyir. Məsələn, A variantı nəyin təkrarlanmasıdır? Y-lə C-nin təkrarlanması. Təkrarlanma dediyim, yəni yer dəyişməsi. Onda müəllim B variantı olur da. X-lə Yox, B Y. variantı olmur. Burada qoşa-qoşa gəlməlidir. İkisi də X, ikisi də Y gəlməlidir. Amma burada biri Y deyib, elə birdən Z verib, belə olmalıdır. Bax, bu da X olmalı idi. Bu da Y olmalıdır. Belə qoşa gəlməlidir, yanaşı. Onda düzgün cavab budur, bax. Qoşa Y, qoşa X. Başa düşdünüzmü dediyimi? Dəyişənlər ortada qoşa-qoşa təkrarlanmalıdır. Bax, istəyirsinizsə də öz həllini göstərim. Öz həlli nədir? Yəni, bir-bir yoxlamaq. Nə etməlisiniz? Variantlar yoxlamalısınız. Məsələn, özümdən qiymət verirəm. Tutalım ki, X, Y, Z ya da S. 1, 2, 3. Bax, Y variantının düzgün variantı yoxlasam. Deyir ki, Y C-yə, elə bir C Y-ə bərabər. Bax, Y-in qiyməti 2-dir. Biz qiyməti sağa yazırıq. Gəlib Y-in yerinə 2 yazıram. C bərabər olur 2-yə. Bax, buradan alınır ki, C bərabər 2-dir. Onda C-nin yerinə 2 yazdım. Sonra X 1-dir. Gətirib burada X-in yerinə 1 yazsam, Y bərabər 1 olur. Y-in yerinə 1 yazıram. Sonra C-nin ən son qiyməti 2-dir. C-nin yerinə 2 yazsam, X bərabər 2 olur. X-in də yerinə 2 yazıram. Baxın, həqiqətən qiymətlər dəyişdi. X 1 idi, getdi 2 oldu. Yəni, Y-in qiymətini götürdü. Y də getdi, X-in qiymətini götürdü. Amma başqa variantları yoxlasaz, X gedir C-nin qiymətini götürür. Nə bilim, ya Y gedir C-nin qiymətini götürür. Qarışıq variantlar alınır. Bu şəkildə özünüzdən qiymət verib yoxlaya bilərsiniz variantları. Müəllim, bu biraz çatmadı. Yerinə qiymət qoymağınız. O necə elədiniz? Bir dediyim, bax, elə bil ki, buradan bunu silim, baxın. Bunları da silim. Bunlar yanaşı yazılıb deyin, sizə biraz bəlkə də fərqli görsən. Bax, bunu, bax, bu misalı alt-alta yazıram. C bərabərdir, bax, buradakı Y. Elə bir C2 nöqtə bərabərdir Y. Y2 nöqtə bərabərdir X-a. X da 2 nöqtə bərabərdir C-yə. Bax, birinci misal, ikinci misal, üçüncü misal. Düzdür? Hətta tam başa düşmək üçün bura plus 0 da yazıram. Niyə bunu belə yazdım? Yəni, bilin ki, biz burada qiyməti bura qoyuruq deyə, sağ tərəfə. Bura qədər sual varmı? Xeyr. Tamam. Bax, indi özümdən qiymətlər verim. X, Y, S. Məsələn, 1, 2, 3-dür. Yer dəyişmə odur ki, axırda X getsin 2 olsun, Y getsin 1 olsun. Yəni, qiymətlər yerini dəyişsin. Normalda alqoritmdə buradan başlamırıq mı başdan? Y 2-dir. Y-in yerinə 2 qoysam, C nəyə bərabər olur? 2-yə. A yaşa, bax, C oldu 2. Bu J getdi. İndi ikincini hesablayıram. X üstəgəl 0. 0 da özüm yazdım ki, belə tam rahat qiyməti bu tərəfə qoya bilərsiniz. Yəni, bilin ki, sağa qoyulur. X-in qiyməti 1-dir. Onda gətirib X-in yerinə 1 yazsam, Y bərabər olur 1-ə. Ən axırıncı misalda da C-nin qiyməti 2 alınıb. C-nin yerinə 2 yazsam, X bərabər olur 2-yə. Bax, həqiqətən X 2-yə bərabər oldu, Y də 1-ə. Yəni, qiymətlər yerini dəyişdi. Anladım, çox sağ olun. Buyurun. Mən bunun bir dənə elə asan yolu odur ki, X-dən Y-ə şərtdə vermir. X-dən Y-ə ortaya yazaq, ortaya. Qıraqlarda başqa hərflər Bildim, o yazaq. rahat yoldur. Sadəcə ümumi olaraq imtahanda o yaddan çıxsa və yaxud da qarışdırmış olsaz,
Belə bir misalla yoxlaya bilərsiniz. Yəni öz orijinal yolu budur əslində. Yerinə variant qoyub tapmalısınız. Belə. Ya da heç özünüzü yormursunuz. Elə ortada təkrarlanmalar varsa, bunları götürürsünüz. Bəs Yəni onlar xanımın dediyi daimi necədir? Onu bir daha başa sala bilərsiniz? Nəyi? Başqa üsul dedinizsə, onu başa sala bilərsiniz? Hə, bu ortada təkrarlanma. Bax, ortada qoşa-qoşa nə gəlirsə, bax, Y qoşadır, C qoşadır. Bu o deməkdir ki, bu variant Y və C-nin yer dəyişməsidir. Kənarda elə bir fərqli dəyişən olur. Ortada iki dənə təkrarlanan nədirsə, yer dəyişmə onun yer dəyişməsi olur. Y variantına baxın, Y 2 dənə qoşa gəlib, X 2 dənə qoşa gəlib. Deməli, bu variant Y ilə X-in yer dəyişməsidir. Yəni, ortada gələnlərin yer dəyişməsi olur. Tutaq ki, Hə, başa düşdüm. mən yazıram A bərabər B, B bərabər C, C bərabər A. Bu nəyin yer dəyişməsidir? B ilə C-nin. Ortada gələn nədirsə, onun yer dəyişməsi olur. Yəni, qısaca şərtdə verilən rəqəmi ortada təkrarlanma kimi axtarmalıyıq. Sonra, Yəni 37-yə baxa bilərik. baxıq, əlbəttə, 37-də şərtdən asılıdır. X sıfırdan kiçikdirsə, deyir get X-in üstə 15 gəl. Sıfırdan böyükdirsə, deyir get X-i 12-yə vur. Şərt var deyə olur budaqlanan alqoritm. Onda həm şərt olsa, bir də məxrəc 0 olsa, deməli o budaqlanandır. Bəli, zaten budaqlanan tərifi odur ki, bax, yazıldığı ardıcıllıqla bir dəfə gedirsə xətti, şərtdən asılıdırsa budaqlanan, təkrarlanma varsa dövrü. Müəllim, mən bunu amma şərti kimi götürmüşdüm elə. Bildim, amma şərti deyə bir növ yoxdur axı. 3 dənə strukturu var. Xətti budaqlanan dövrü. Yəni şərt kimi götürdüyünüz bütün cavablar budaqlanan deməkdir. Çünki şərti deyə bir növ yoxdur. Niyə variantda var desəz, 5-liyi düzəltmək üçün. Cəmi 5 variant var axı. Başa düşdünüzmü? Bəli, Bəli. bəli. Tamam. Sonra Bu gənclər, dərs daha çox mənə aydın olur. alqoritm rahatdır, çətin deyil. Onsuz bu gün alqoritmin üzərində qalasıyıq, tam belə başa düşməyiniz üçün. Tamam. Yaxşı olur. Çünki mən də 60-a qədər çatdıra bilmişəm. Hə, yerdə qalanları çatdırırız. Bir də proqramla bağlı bunu deyim, gəncsə belə narahat olmayasınız deyə. Bilmirəm, keçən dərs demişəmmi? Biz proqram necə qurmuşuq, bilirsizmi? Hansı mövzudan qəbula neçə sual düşürsə, həmin mövzunu o qədər keçirik. Məsələn, alqoritmlə 2 dənə qəbula sual düşür deyim, bunu 2 dərsə keçirik. Məsələn, informasiya 1 sual edin, onun 1 dərsə, say sistemi 1 sual edin, ardınca 1 dərsə. Başa düşdünüz yəni ki, elə 3-4 dərsdən bir də arada bir təkrar qalır ki, dekabrın sonunda proqramı bitiririk. Yəni belə məqsəd belə izah edim. Tez-tez qaça-qaça keçib tezcən proqramı bitirmək deyil. Əsas keçdiyiniz bütün mövzuları dərk eləməlisiniz ki, təkrar sizə su kimi getsin. Yoxsa biz belə tez-tez getsək, ortada boşluğun varsa elə o da yığıla-yığıla gedir. Sonra yanvarda təkrarın adı təkrar olur. Sən təzədən başla mövzunu oxumağa. Ona görə mütləq mövzunun üstə qalanda kim işləyibsə belə evdə səhvlərə təkrar baxsın. Bu sualın səhvinə baxmazsanız, onsuz da yadınızda qalmayacaq bunlar. Mütləq bu izah elədiklərimi bir dəfə təkrar baxmalısınız. Tamam, neçəyə baxaq? Suallar yazın. Ya da deyin. 50-yə qədər, 60-a qədər, məncə yazdıqlarınızı dedim hamısını. 45. Baxaq. Deməli, 45 tipli sualı necə həll edirəm? Mənə 3 dənə şərt verib. Bax, buradan yazıram. Birinci yazıb ki, x bərabərdir mənfi y çıx 5. Sonra yazıb ki, y bərabərdir 8 çıx x. Sonra yazıb x bərabərdir y çıx x-a. Deyir, alqoritmin yerinə yetirməsi nəticəsinə x 24 alıb. Bax, deməli, bu ən sonuncu x 24-dür. Biri var, özü başda qiymət verə, həll eləyə axıra çıxan. Bir də var, deyir ki, mən hesapladım, bax, bu x-i 24 aldım. Bəs y-in ilkin qiyməti nədir? Bu sualda bircə dənə qayda var. Bu ikinci sıranı silmək buradan. Sistem tənliyi heç eləyibsizsə, elə bir düşünün ki, 2 ilə 3-ü sistem tənliyə salırıq.
Yəni qısaca 2-də veriləni gətirib 3-də yerinə qoyuram. Heç biri unut, elə bir ki, heç biri yoxdur. İkincini üçüncüdə yerinə qoyanda nə yazmalıyam? Bax, 24 bərabərdir. Y-i yerinə yazıram 8 çıx x. Çıx x-in özü. Bax, bu y-in payı. Bir dənə də x özündə var sualın. Onda bu tənlikdən alınır ki, 8-i bu tərəfə keçirəndə 16 bərabər mənfi 2x, x da bərabər mənfi 8. Tapdığımı da aparıb bax, bu birincidə yerinə qoyuram. Mənfi 8 bərabərdir. Mənfi y çıx 5. Hər tərəfi mənfiyə vuranda 8 bərabər y plus 5 alınır. Y də buradan bərabər alınır 3-ə. Belə. Deməli, təsdiqdən başlayaraq həll elədim. Müəllim, 51-ci sualda da birinciyə baxmırıq, ikinci ilə üçüncünü anca eləyirik. 51-ci sualda bir dənə adaptör qoşurdum bir saniyə. Bəli. 51-ə baxaq. Deməli, nə edirəm? Baxın. İkincidə veriləni aparıb üçüncüdə yerinə yazıram. Yəni, bax, bunu y plus 4-ü. X bərabər deyin, gətirib x-in yerinə yazıram. Bax, bu öz y-i verib ki, 30-dur. 30 bərabərdir. Bax, bu x-in yerinə bu ikincəkini yazıram. Y plus 4 üstə gəl y-in özü. Bax, bu 30, bu y-in payı. Bu x-in payı, çünki x bərabər y plus 4-dür. Bu da y-in özü. Buradan nə alınır? 26 bərabər 2y, y də bərabər 13. Həmin bu tapdığımı da gətirib birinci sualda yerinə qoyuram. X-i tapıram 15. Deməli, nə elədik? İkincini götürdük, üçüncüdə yerinə qoyduq. Bundan cavab çıxır. Bax, bir dənə də istəyirsiniz, bunu da göstərin. Bax, bu ikincini yapışdırıram, bax, bu üçüncüdə yerinə. Yəni, x 15-dir. Yazıram, 15 bərabərdir. Bax, x-in yerinə bunu yazıram. Y çıx 5, üstə gəl y-in özü. Buradan hesablamada alınır ki, 2y 20, y 10. Bu 10-u da gətirib bu başda y-in yerinə yazıram. X-i tapıram 5. Deməli, ikincini üçüncüyə yerinə yazdıq. Nə tapdıq onu da birinciyə aparırıq. Başa düşdünüzmü sualı? Bəli, müəllim, çox sağ olun. Buyurun. Sonra gənclər. Müəllim, 52-də cavab dövrü oldu. Bəli, Onları zəhmət dövrü. 3 ədəd arasında ən böyük, ən kiçiyin hesablanması budaqlanandır. 3-dən çox olarsa dövrüdür. Onu bir dənə yazıb qrupa atarsınız da demişdiniz. Hə, bəs nədir? Bəli, demişəm. Sabahlar bir dənə yazım onu Word kimi hazırlayayım ya da PDF kimi atacağım qrupa. Çox sağ olun. Buyurun. 56, 55, 55. X kvadrat və kub. O bayaq dediyi özümüzdən bir dənə 0, bir dənə də mənfi verin. Bax, bu sualda x-in yerinə nə versəm həlli var. Düzdür? Mənfi də versəm kvadrata yüksəldə bilərəm, müsbət də versəm kvadrata yüksəldə bilərəm. Deməli, bu xəttidir. Yəni, həmişə həlli var. Bu şərtdən asıl deyil. X mənfi də ola bilər, müsbət də ola bilər. Burada bir şərt yoxdur. Buna görə xəttidir. İstəyirsiniz, bir dənə mən 55 tipli sual verim, cavab budaqlanan çıxsın. Görün ki, fərqi nədir? Məsələn, yazsam ki, bunun əvəzinə 1 bölü x. Bu olacaq budaqlanan. Niyə? Çünki burada x-a 0 verə bilməzsiniz. Və yaxud da yazsam ki, kök altında x çıx 3. Bu budaqlanandır. Çünki x-a 0 verən kimi kök mənfi qalır. Mənfi kök olmaz, yəni kök müsbət olmalıdır. Başa düşdünüzmü budaqlananı? Yəni cavabı yoxdursa budaqlanandır. Misal üçün də ancaq 0 qoyuruq, bir yoxlamaq üçün birinci 0-dan başlayırıq. Yox, məsəl üçün 0 dedim. 0 ya da mənfi ədəd qoyursan. Elə bil, riyazi olaraq həmişə cavab olmalıdır. Belə izah edin, bilirsizmi? Budaqlanan nə zaman çıxar? Gəlin işi daha qısadan gedək. Ya kök olmalıdır budaqlanan çıxmaq üçün. Kök alt ifadə. Ya da kəsr ifadəsi olmalıdır. Belə düz xətt tənliklərində budaqlanan çıxa bilməz. Çünki burada bir şərt yoxdur, həmişə həlli var.
Şərt ancaq kök altında olur, çünki kök altı sıfırdan böyük bərabər olmalıdır. Bir də kəsirdə olur. Kök altı ilə kəsir nə zaman xəttdə olur? Əgər x-in üstü cüt və plus varsa, bax məsələn, yazsam ki 1 böl x kvadratı plus 1. Baxmayaraq ki kəsirdir, bu xətt alqoritmdir. Niyə? Çünki siz bu kəsrin məxrəcini heç vaxt sıfır eləyə bilməzsiniz. X-a nə verirsən ver, mənfi də versən müsbət çıxacaq, müsbət də versən müsbət çıxır, sıfır versən belə üstə 1 gələndə yenə müsbət qalır. Fikrimi başa düşdünüzmü? Yəni siz kəsiri sıfır eləyə bilməzsiniz bu sualda. Və yaxud da kök altı ifadədə x-in üstü 2 plus 2. Bu da xəttidir. Qısaca olaraq köklə belə yadda saxlaya bilərsiniz. Kəsr ifadəsində x-in üstü cütdürsə, cüt dərəcədirsə və özündən sonra plus varsa həmişə xəttidir. Qalan bütün hallar budaqlanan olur. Məsələn, budaqlanana dair bir iki misal yazım. Tutam ki yazır ki kök altında x kubu plus 1. Və bu budaqlanandır. Niyə? Çünki mən bu x-a mənfi 2 verən kimi mənfi 2-nin kubu mənfi 8 eləyir. Üstə 1 gələndə qalır burada mənfi 7. Kök altı mənfi 7-nin cavabı yoxdur. Müsbət olmalı idi ki buradan bir şey çıxsın. Yəni hər hansı 2 ədədi bir-birinə vuranda mənfi 7 eləyə bilməz. Çünki riyazi olaraq bilir ki mənfi mənfiyə vuranda müsbət eləyir. Müsbəti müsbətə də vuranda müsbət eləyir. Bəli. Müəllim, amma kəsrlə olanda x kubu da yaza bilərik də. Onda da sıfır olmur. X kubu üstə Olur, gərək 1. olur. Onda olur. Bax. Məsələn, yazsam ki x. Onda mənfi 1 versəm düzdür. Sıfır olacaq. Ay yaşa. Minusdursa müsbət 1 verəndə olur. Plusdursa mənfi 1 verən kimi bunu sıfırlayır. Belə gənclər. Bunları işlədikcə narahat olmayın. Çoxlu suallara baxdıqca başa düşəcəksiniz. Sonra neçəyə baxaq? O bir dənə baxım yazdıqlarınıza. 56, 61. Kökün dərəcəsi tək olsa da xəttdə olar. Ay yaşa, Asim, düz. Kök əgər tək dərəcəlidirsə, yəni bu 3 dərəcədəndirsə, bu kökdən sayılmır gənclər. Yəni nə baxımdan sayılmır? Çünki fərqi yoxdur da. Mənfi 8-dən mənfi 2 çıxacaq. Müsbət 8-dən müsbət 2. Çünki 3 dərəcədəndir. Yəni tək dərəcədəndir. Cüt dərəcəli köklər budaqlanan ola bilər. Tək dərəcəyə görə fərqi yoxdur. Həmişə xəttədir. 56-da. 56 mı demişdik? Dən görüm yazılan aydı. 56, hə. 56-da dil proqram dedikdə nə başa düşülür? Alqoritmik dil proqramlaşdırma dilidir. Yəni proqramlaşdırma dilində yazdığınız hər hansı bir şeyə proqram deyirik. Burada variantdan A getdi, B getdi. Bu proqramlaşdırma dilində yazılmış alqoritm proqramdır. Sonra 61, 63. 61. Psevdokod nədir? Void şəkildə yazılmış işarə və qayda sistemi, yəni C variantı. Deyirik 4 təsvir üsulu var. Təbii dil ancaq sözləndir. Blok sxem qrafikadır. Proqramlaşdırma dili alqoritmik dildir. Psevdokod da işarələrdir. Mən sadəcə bunun bir sözü tapmadım orada. Mən əslində oxumuşdum. Bir söz tapmadım. Tablisanın içində. Hə, ola bilər. Void şəkildə yazdığımız sadə işarə və qaydalar psevdokoddur. Deməli, 63, 66, 67. 63. Deyir, dövrü strukturlu alqoritmdə təkrar yerinə yetirilən əməliyyatlar dövrün gövdəsidir. Burada bax dövrüdə, məsələn bir dənə dövrü göstərirəm. Bax bu dövrüdə. Buradan gəlirəm, bunu həll edirəm, təzədən qayıdıram bunu. Bax bu dövrün gövdəsidir. Çünki təkrar mən hər dəfə bura qayıdıram. Təkrar yerinə yetirilən hissə dövrün gövdəsi adlanır. Sonra 66. Deməli, burada 66 ilə 67 arasındakı fərq. Bax 67 bir riyazi bir sualdır. Yəni x-a 5 verib, birinci bunu izah edeyim. 3 dənə şərt var. Bax 3 dənə şərt. Hansı şərt ödəyirsə, onu həll eləyirəm. Yəni x 5-dir. 5 2-dən kiçikdirmi? Yox.
5 4 ilə 6-nın arasındadırmı? Hə. Onda bax bunu həll eləyirəm. X-in üstə 7 gəlirəm. 5-in üstə 7 gələndə elədi 12. Deməli 3 şərt var. Hansı şərt ödəyirsə onu həll eləyirəm. Bax buna uyğun 73 var. Məsələn x 9-dur. 9 3-dən kiçikdirmi? Yox. 9 3 ilə 9-un arasındadırmı? Yox. 9 9-dan böyük bərabərdirmi? Hə, bərabərliyi var. Ödəyir. Onda bu misal həll edirəm. 3 vur 9-un kvadratı. Eləyir 243. Ümid edirəm bunu başa düşdünüz. Gəlirik indi 66 tip, 65 tip suallara. Burada şərtlərin sayını soruşur. Şərt budur bax. Bir dənə şərt, iki dənə şərt. Və yaxud da burada budur bax. Bir dənə şərt, iki dənə şərt, üç dənə şərt, dörd dənə şərt. Deməli burada şərtlərin sayı nə qədər yoxlanılır deyirsə, ya 4 dənədir, bax bu 4-lük. Ya da sayından 1 çıxıram 3 dənədir. Yəni cavab ya 4-dür, ya 3-dür. Və yaxud da burada 2 dənə şərt var. Ya 2-dir, ya 1-dir. Yəni ya sayı qədər olur, ya sayından bir dənə az olur. Bu sualı tapmaq üçün ədəd oxu çəkirik. Əgər bütün ədəd oxu qaralanırsa, şərtin sayından 1 çıxıram. Qaralanmırsa sayı qədərdir. Yəni, bax, məsələn, bu sualda deyir, x 5-dən böyükdür. Bax, 5-dən böyükdür. Bunu qaraladım. 1 ilə 4-ün arasındadır. Bax, bu 1, bu da 4. Bunun arasındadır. Özünü də alır. Mənfi 5 ilə mənfi 2-nin arasındadır. Mənfi 5, bu da mənfi 2. Bunun arasındadır. Bir də deyir, mənfi 6-dan kiçikdir. Bu da mənfi 6-dan kiçik. Bütün ədəd oxunu qaralanmışam mı? Yox. Bax, ədəd oxunda burada boşluq var. Burada boşluq var. Burada boşluq var. Yəni, məsələn, 4 ilə 5 arasını almır. Boşluq varsa, yəni qaralanmırsa, cavab bunların sayı qədərdir. Yəni 4 dənə. Və yaxud da 66-cı sualda. X deyir, D plus C-dən böyükdür. Bir də kiçikdir. Böyük də var, kiçik də var. Amma bu D plus C-nin özünü almır. Özü boşdur. Özünü qaralamamışam. Yəni, bərabərliyi yoxdur. Onda cavab sayı qədərdir. 2 dənədir. Müəllim, biz qaralayanı sayırıq, yoxsa aranı sayırıq? Elə bir biz nəyi tapmaq istəyirik? Bilirsiniz, bütün ədəd oxu qaralanırsa, şərtin sayından 1 çıxıram. Burada D plus C-nin böyüyü də var, kiçiyi də var. Bərabərliyi yoxdur. Yəni D plus C-nin özünü almır. Məsələn, belə izah edeyim də. D plus C məsələn 5-dir. Deyir, x böyükdür 5-dən, x kiçikdir 5-dən. Mən x-a 5 versəm, hansı şərt ödəyir? Heç biri. Yəni, ödəməyən qiymət var. Yəni, bütün ədəd oxu qaralanmayıb. Bütün ədəd oxunu tutmur bu. 5-in özünü almır. Onda sayı qədərdir, 2 dənədir. Bax, məsələn, bu sualda, bunun alternativini göstərim. Bax, 83-də. Deyir, D plus C-dən həm böyükdür, həm də kiçik bərabərdir. Bax, bərabərliyi də var. Yəni, özünü də qaralayıram. Bütün ədəd oxu qaralanıb deyə, sayından 2-dən 1 çıxıram. Cavab eləyir 1. Və yaxud da 84-cü sual. 7-dən böyükdür. Kiçikdir, bərabərdir. Bax, 7-nin özünü də alır. Sayından, yəni 3-dən 1 çıxıram. 2-dir də Elədi cavab. 2. Başa düşdünüzmü? Bəli, müəllim. Gəlin sizə burada Word-də buna aid bir iki dənə sual yazım. Siz onu yazın. Mən bir dəqiqə bir dənə su götürüm gəldim ona kimi. Burada bir dənə nümunə kimi sizə düzüm. Və burada bir 4 dənə misal yazım. Siz də cavabını tapın. Birinci, qabandakı şərtləri yazmıram da, eləcə minus qoyuram. X böyükdür 10-dan, x bərabərdir 5-ə. Cavabı deməyin indi hələ. Qoham tapsın 3-ə. Bu birinci sual. İkinci də, bu tirə qoydum qabandakı şərtlərdir.
X böyükdür 3-dən, X bərabərdir 3-ə, X kiçikdir 3-dən. Sonra üçüncü sual. X böyükdür ondan, 5 ilə 10 arasındadır, 0 ilə 5 arasındadır. Bir də X kiçik bərabərdir 0-dan. Bu üçüncü. Bir də dördüncü. X böyükdür 7-dən, X kiçik bərabərdir 7-dən. Bunun dördündə də sualını tapın, bir dəqiqə gəldim. Gənclər tapa bildinizmi? Ben taptım. Galiba. Ben Tamam. Birinci cavab nədir? 3. Birinci üçtür. 3, düz. 3-dən fərqli cavab alan varmı? 3. 3. Bu Mən. rahat yol nədir bilirsizmi? Heç ədəd oxu çəkməsəz, eyni bir ədədin həm böyüyü, həm kiçiyi, həm bərabərliyi varsa, zaten bütün ədəd oxu tutulur. Amma fərqli ədədlərdirsə, elə bir belə deyim, bax, həm böyük işarəsi, həm kiçik, həm bərabər işarəsi olmalıdır və də ədədlər də eyni olmalıdır. O halda 1 çıxırıq. Burada 3 işarə var, amma ədədlər ayrı-ayrıdır. Ədəd oxunu çəkəndə boşluqlar qalacaq. Demək, burada cavab 3 dənə. İkinci cavab 2. 2 dənə. Çünki eyni ədədin böyüyü də var, kiçiyi də bərabərliyidir. Bütün ədəd oxunu tutur. Benim bir de sual verebilirim. Buyurun. Orada bayaq məndə internet bir qırıqlandı, bilmədim tam. X bərabər məsələn 3 var. Yəni ədəd oxunu 3 özü də daxil olduğu üçün 2 dənə götürürük. X Bəli, bəli. bərabər 3 olmasaydı, yəni bərabərlik olmasaydı, böyükdür, kiçikdir. Yəni məsələn 3-ün sağ tərəfdə bütöv götürülür, sol tərəfdə, amma 3 özü daxil deyil. Onda sayı şərti- qədər 1 çıxmıram. Hə, anladım. Oldu, çox sağ ol. Buyurun. Tamam. Üçüncüdə cavab 3. 3 dənə. Düz, çünki bütün ədəd oxunu qaralayır. Bax, burada 10-dan başlayıb 10-dan bitirir, 5-dən başlayır 5-dən bitirir, 0-dan başlayır 0-dan bitirir. Dördüncüdə 2. 1 dənə. 1. Çünki bütün ədəd oxunu tutur. 7-nin böyüyü də var, bu tərəfi də var. Kiçiyi də var, bərabərliyi də var. Yəni bütün ədəd oxunu qaralayır bu. Belə. Ben bir söz demək olar. Buyurun. Mən bunu belə başa düşmüşəm ki, misal üçün əvvəlki misallarda tutaq ki, dördüncüdə deyirik, əgər 7-dən böyüksə belə elə, digər hallarda elə. Onsa bir şərt veririk də, yəni ədəd oxusu Ay da. yaşa, Fərid, super. 7-dən Əslində böyük bir şey. düz, bu məntiqi siz niyə 1 çıxırıq elə? Fərdin dediyini izah edin. Bax, bu dördüncü sualı, dördüncü punktu. Mən proqramda quranda burada 2 dənə şərt olmağına baxmayaraq mən bircə dənə şərt bloku qururam. Yazıram ki, məsələn, ya birincini, ya ikincini qururam. Birincini yazsam, yazıram x böyüksə 7-dən, hədirsə, buradakı qabağında hesablama nədirsə, onu həll eləsin. Yoxdursa, getsin, bunun qabağındakını həll eləsin. Zaten bir dənə şərt bloku bunun ikisini də ifadə edə bilir. Ona görə 1 çıxırıq biz əslində. Çünki yerdə, elə bir belə deyim də, bunu ödəməyən bütün şərtlər buna qalır deyə. Tamam, bunu da başa düşdünüzsə, davam eləyək gənclər sualları. 71 yazılıb, 71.
Tələbə həftəsinin dərs cədvəli dövrüdür gençlər. Çünki bir tələbə bir semestrdə eyni dərslərə təkrar gedə-gedə gedir. Birinci niyə 3 oldu? Bir dənə baxam. Çünki burada bütün ədəd oxu tutulmur. Bax, biri 10-dan böyükdür. 5-ə bərabərdir. Bir də 3-dən kiçikdir. Ədəd oxunda boşluqlar qalır axı. Yəni tam qaralana bilmir. Elə bir belə izah edeyim də. Məsələn, mən x-a 8 versəm, bu 3 dənə şərtdən hansı o şərti ödəyir? Heç biri. Çünki 8 alan yoxdur. 8 tərəf qaralanmır, boş qalır. Ödəməyən qiymət olur deyə sayı qədər götürürük. Başa düşdünüzmü Aytan xanım? Müəllim, əgər məsələn həmin ədəd daxil deyilsə də onu da boşluq kimi götürürük də. Bəli, bəli. Özü zaten burada 10 bərabərliyi yoxdursa, onu da boşluq kimi götürdüm. Aha. Yaxşı gənclər, sonra deməli baxaq. 69 yazılıb, 69-da. Bax, burada da çubuğumuzu çəkirik belə. A, B, C kimi. A-nı verib 9. Deyir, B bərabərdir A-nın üstə 3 gəl. A 9-dur. 9-un üstü 3 gələndə 12. Sonra deyir, B-nin üstə 5 gəl. 12-nin üstə 5 gələndə C olur 17. Sonra deyir, C-dən A çıx. 17-dən 9 çıxanda elədi 8. Sonra deyir, A-nın üstə 8 gəl. 8-in üstə 8 elədi 16. Deməli, C-nin ən son qiyməti oldu 16. Bunu soruşur bizdən. Sadəcə ardıcıl həll eləyə gedirik. Bir də yadda saxlayırıq ki, ən son qiymət nədirsə onu götürmək lazımdır. Sonra Mən bir sual verə bilərəm. əlbəttə. Bu 80-də 80-ci sualdır da. Ümumiyyətlə neçə dəfə dövrün gövdəsi yerinə yetirib x 12-ni saymırıq da. Ondan sonra neçə dəfə hesablamışıqsa onu götürürük də. Gövdə hesablama blokudur. Bax, bu hesablama. Bu düzbucaqlı daxil etmədir. Bu hesablama deyil deyə bunu saymırıq. Neçə dəfə hesablama aparıramsa gövdə də o qədər yerinə yetirilir. Bəli. 74. 74-də. Bax, deyir, A fərqlidir B-dən. Bax, bu fərqli işarəsidir. Özü də burada deyir. Deyir, A B-dən fərqlidirmi? Bir-birdən fərqlidirmi? Yox. Düşürəm aşağı. A-nın üstə C gəl deyir. 1-in üstə 4 gəlirəm. 5. A oldu 5. B-nin üstə C gəl deyir. 1-in üstə 4 gəlirəm. F də oldu 5. Bir füsyo. Yekun F-in qiyməti oldu 5. Belə. Müəllim, bir dənə də repeat eləsəz olar. Bir izah edim əlbəttə. Bax, burada sualda. Bu yazdığı böyükdür, kiçikdir. Deyir, elə bil A ya böyükdür B-dən. Bax, bu işarə o deməkdir. Elə bil A deyir ya B-dən böyükdür, ya da kiçikdir. Bunu da elə bil qabaq-qabağa qoyanda romb kimi bir şey alınır. Buna fərqlidir işarəsi deyirik. Elə bir yazıb ki, A fərqlidir B-dən. A da 1-dir, B də 1-dir sualın şərtində. Bir-birdən fərqlidirmi? Yox. Bir-birə bərabərdir. Bərabər desə hə deyərdim. Fərqli deyir deyə yox deyirəm. Burasını başa düşürsənmi? Bəli, müəllim. Tamam. Sonra deyir A-nın üstə C gəl. A 1-dir, C 4-dür. 1-in üstə 4 gələndə A-nın yeni qiyməti oldu 5. Sonra deyir B-nin üstə C gəl. B 1-dir. 1-in üstə 4 gələndə F də oldu 5. Şurada alqoritmi həll elədim, bitirdim. Deyir F-in son qiyməti nədir? F-in üstə 5 tapmışam. Müəllim, bu 80-ci sualda cavab A-dır. 80-ci sual. Baxın, bir dənə 80-ə qədər. Bəli, adı. Adı. Yoxsa? İzah eləməyimə ehtiyac varmı 80-i?
Yox, eləmişəm, prosta cavabına baxmadım Hə, arxasında. tamam. Deməli 80, 77, 78. Bunlara baxdıqmı baxaq. 77. Yox, 77-ci sual. Bax gənclər, yenə x, y yazıram. X, y. 6, 6. Gəlirəm. Y ondan böyükdürmü? 6 ondan böyükdürmü? Yox. Bu sualın çaşdırıcı cəhəti nədir bilirsizmi? Normalda biz y-in üstə nəsə gələndə y-ə yazırıq. X-in üstə nəsə gələndə x-ə yazırıq. Amma bu çaşdırır bax. Deyir y-in üstə 6 gəl, get x-a yaz. Onda mən y6-dır. 6-nın üstə 6 gəlirəm, x-a 12 yazıram. Çünki deyir x-a yaz. Sonra deyir x-in üstə 4 gəl, y-ə yaz. X 12-dir. 12-nin üstə 4 gəlirəm, onda y-ə yazıram. İndi qayıdıram geri. Y ondan böyükdürmü? 16 ondan böyükdürmü? Hə. Всё, bitdi. Y-in son qiyməti oldu 16. Deməli, y-in 6-nın üstünə 6 gəlib x-a yazdım. X-in üstə 4 gəlib y-ə yazdım. Sonra 78. Bax, burada bu nədir? X 7-dir, Y 11-dir. Deyir, əgər X Y-dən böyükdürsə, bunu həll elə. Əks halda bunu həll elə. Elə bil bu budur, baxın gənclər. Sistem tənliyib, daha doğrusu budaqlananı pseudokod formasında verib. Bax, X böyükdür Y. Hədirsə, deyir get, Y bərabər X plus Y-ə həll elə. Əksi halda, yəni yoxdursa, onda get x kvadratın üstə y gəl. Bax, sual sırf bundan ibarətdir. Bax, bu da bizim sualımız. Onda, Yeni tapşırım izah eləməyin, ehtiyac yoxdur. Başa hə, düşdüm. tamam. Bəs bu alqoritm psevdokodla təsvirdir. Proqramla təsviri bundan nə ilə fərqlənir? Proqramla təsvirində proqramlaşdırma dilində ifadə edirəm. Yəni, məsələn, Ulduz işarəsi onlarla. ay yaşa, əgəri if-lə ifadə edirəm, vurmanı ulduzla göstərirəm, bölməni slashdən göstərirəm, proqramlaşdırma dilinin özündə yazıram. Bu bir növ sözün bizim başa düşəcəyimiz formasıdır. Düzdür, if-lə Bəli. şeydə də pseudokod da if-dən vermək olar. Məsələn, R yazırıq, D yazırıq, del yazırıq. Onda bəs necə seçək onları? İşarələrlə, O zaten ulduz sizə düşməz işarəsi. axı, siz proqramlaşma dilini bilmirsiniz. Bunun prosta şərti olaraq dedim psevdokoddur. O Anladım. keçən dərslər izah edəndə o xüsusilə vurğuladığı sizə təbii dil düşər sözlərlə. Bir də blok sxem. Sizə bir misal verib, onun psevdokodmu, alqoritmik dilmi olduğunu soruşmaz imtahanda. Çünki onu bilmək üçün siz ayrıca hansısa bir proqramlaşma dilini keçməlisiniz. Ya Python-u bilməlisən, ya Java-nı. Hər hansı bir dili bilməlisən ki, onu tutasan. Aha, başa düşdüm. Tamam mı? Bəli. Sonra 83. Deyirsən 83-ə bax. Mən başa düşdüm. Bayaqki misal Hə? kimidir 83. Hə, bəli, budur baxın. Hə, Böyük də var, hə, kiçik bildim. bərabər də var. Bütün ədədi tutulur deyin, 2-dən 1 çıxıram, olur 1. Hə, başa düşdüm. Çox sağ ol. Buyurun. 82. 82 də bu əvəz etmə. Elə bir 2-ni 3-ə, 3-ü 2-yə qoyduğumuz əməl. Nə edirəm burada? Bax, 2-3-dən bir dənə yazım. Deməli, biz burada x-ı verib 9. Bax, bu x 9-dur. Dedik ki, ikincini ləğv eləməliyəm. Yəni, bu x-in yerinə veriləni gətirib burada x-in yerinə yazıram. Yazıram y çıxaq, x-in yerinə 25 çıx y. Niyə mötərizədə yazdım? Çünki x-in qabağındakı mənfidir deyə bunun ikisinin də qiyməti dəyişəcək. Deməli, nə elədik? İkincini gətirdim və bunu gətirdim, burada x-da yerinə yazdım. Onda buradan alıram ki, 9 bərabərdir, y çıx 25, üstə gəl y. Çünki minus mötərizənin hər ikisinin işarəsini dəyişir. 25-i də mötərizənin bu biri tərəfinə keçirsəm. 34 bərabər 2y, y bərabər 17. Həmin 17-ni də başda y-in yerinə qoyuram, x-i tapıram 8. Sonra
86 demişdiniz, deyəsən bir dənə baxam. Bəli, müəllim, mən soruşmuşdum. Hə, 86. Deməli 86-cı sual sadəcə uzun gedir həll hissəsi. Başlayıram bax birinci bu hissədən, buranı bitirməkdən. X A. X 3-dür, A da 2-dir. Düşürəm oxlan aşağı. A-nın yerinə 2 qoydum, 2. X da 3-dür. 3 böyükdürmü? 3 dəfə 2 də 6 eləyir. 3 6-dan böyükdürmü? Yox. Düşürəm yoxa. X-i 2-yə vurub 2 çıxıram. 3-ü 2-yə vururam. 6, 2 çıxıram 4. Qayıdıram təzədən geri. Bu səfər X 4-dür. 4 6-dan böyükdürmü? Yenə yox. 4-ü 2-yə vurub 2 çıxıram. Elədi 6. 6 6-dan böyükdür. Bax 6-nı hardan almışam? A2-dir. Qabanda da 3 var. 3 2-yə vuranda 6 eləyir. Ona görə 6-nı 6 ilə müqayisə aparıram. 6 6-dan böyükdürmü? Yox. X-i 2-yə vurub 2 çıxıram. 6-nı 2-yə vurub 2 çıxanda 10. Artıq X 10-dur. Bu 3A da 6-dır. Bu səfər 10 6-dan böyükdürmü? Hə. Buradan çıxdıq. A-nı 4-ə vurub üstə 2 gəlirəm. A 2-dir. 4-ə vurub üstə 2 gələndə eləyir 10. Düşürəm aşağı. X 10-dan böyükdürmü? 10 10-dan böyükdürmü? Yox. Təzədən qayıdıram başa. Bax, kritik hissə buradadır. Bir dəfə həll edirəm bunu. Bu səfər A 10-dur deyə 3-ü 10-a vuranda 30 eləyir. Yəni X-i 30-la müqayisə aparıram. X 10-dur. 10 30-dan böyükdürmü? Yox. Düşürəm aşağı. X-i 2-yə vurub 2 çıxıram. 10-u 2-yə vurub 2 çıxanda 18. 18 30-dan böyükdürmü? Yox. Yenə 18-i 2-yə vurub 2 çıxıram. 34. 34 30-dan böyükdürmü? Bu səfər hə. Artıq indi buradan çıxdım. Gedirəm. Gəlirəm bura. A-nı 4-ə vurub üstə 2 gəlirəm. 10-u 4-ə vururam 40. Üstə də 2 gəlirəm 42. X 10-dan böyükdürmü? 34 10-dan böyükdürmü? Hə. Super. Bax, bu uzun alqoritmi həll elədik, qutardıq. Keçdik bunun modifikasiya tərəfinə. Yekun olaraq X-i 34 tapmışam hələ ki. A-nın da qiyməti 42-dir. Modifikasiyada deyir ki, i dəyişəni 3-dən 9-a qədər 2 2 artır. Yəni 3, 5, 7, 9. Əvvəl i-nin yerinə 3 qoyub hesablayıram. Bizə deyir A bərabər A-dan i çıx. A-nın qiyməti 42-dir. Onda 42-dən 3 çıxıram. Eləyir 39. Sonra 39-dan 5 çıxıram. Yəni elə bil ki, baxın, hər dəfə A-dan i çıxıram. A-nın qiyməti 42-dir. I-nin birinci qiyməti 3-dür. Elə bir gəlin belə qabağında yazın, belə daha rahat görsənsin. Bax, bizə şərtdə deyir ki, bunu buradan silim, A-nı qabağa ataq. A-dan i çıx deyir. Elə bax bu, A çıx, i-ni tap deyir. I-nin qiyməti 3-dür, A-nın qiyməti 42-dir. Onda 42-dən 3 çıxıram. Eləyir 39. Sonra 39-dan 5 çıxıram. Çünki i-nin növbəti qiyməti 5-dir. 34. 34-dən 7 çıxıram. 27. 27-dən də 9 çıxıram. 18. Deməli, A-nın yekun qiymətini tapdım 18. Bu modifikasiyanı da bitirəndən sonra bir dənə də misal verir ki, X-dan A-nı çıx. X-i ən son 34 tapmışam. A-nı da ən son 18 tapmışam. Onda 34-dən 18 çıxıram. Bizim qiymətimiz eləyir 16. Müəllim, Bəli. burada hər şey çatdı mənə. Bir dənə bu 3, 5, 7, 9 yazdınız. Onu hardan çıxartdınız? Burada bax, bu modifikasiyanın həllində i dəyişəni 3-dən başlayır, 9-a qədər 2 2 artır. Bu artmanı göstərir. Yəni ilk qiymət 3-dür, sonra Hə, 2 2 bildim. artır, sonra 5, 7, 9 olur. Aha, bildim. Çox sağ olun. Buyurun. Sonra 87. 87 deyir hansı təsvir formasıdır? Təbii dil.
Çünki bizim başa düşdüyümüz sözlərdən istifadə edib. Belə, yəni mətn kimi yazırsa, belə lor izah edeyim. Təbii dildir. Qrafik çəksəydi, blok sxem göstərsəydi, blok sxem deyərdi. Yəni figural olsa blok sxem olardı. Sonra gənclər, doxsan üç. 93-də deyir, alqoritmdə təkrarlanmaların olması hansı tipə aiddir? Dövriyə. Elə bir nəzəriyyə nədir? Yazıldığı ardıcıllıqla bir dəfə icra olunursa xəttidir. Təkrarlanma varsa dövrüdür. Şərtdən asılıdırsa budaqlanandır. Sonra 91, 95, 96. 91-də iki budaqdan ibarət olan prosesə sadə, budaqların sayı 2-dən çoxdursa mürəkkəb budaqlanan deyilir. Yəni elə bir bax şərt kimi göstərim. 2 qolu varsa, məsələn 2-yə qədərdirsə də, bax bu sadədir. Mürəkkəb bax budur. Qolların sayı çoxdur. Bax birinci qol, ikinci qol, üçüncü qol. Bu artıq olur mürəkkəb. Sonra Müəllim, məni burada bir sizlə çaşdırır. bəli. Orada məsələn 2 dənə budaqlananı elə təsəvvür edirəm ki, 2 dənə qolu olur. Çox qolu varsa, fırlanma varsa dövrüyə keçir. Yo, Mənim yo, bu sualım fırlanmır. çox Prosto şərtlər çox olur bax. Məsələn 81-ə bax. Qol çoxdur, amma fırlanmır. Yenə üz aşağı düşə-düşə gedir. Bu budaqlanandır. Bəli, bəli. Bu da budaqlanandır. Mürəkkəbdir sadəcə. Elə bir çox da, iç-içə çox da həlli. Sonra 95-də. Bu sualda da nə edirdik? Yuxarıdan aşağına çıxıb üstə 1 gəlirəm. 3-dən 1 çıxıb üstə 1 gəlirəm. 3. 4-dən 1 çıxıb üstə 1 gəlirəm. 4. 3 dəfə 4, 12. Ya da aşağılar 1-dir deyə elə yuxarılar bir-birinə vururuq. 96, 99. Onda gəlsə belə eləyək. 100-ə qədər baxaq, saxlayaq. 100-dən sonra çox da bir şey qalmır. Kimlər ki yazmamışdısa, davamı yazarlar, onsuz tapşırıq qrupa yazacağım. Bir də sizə təkrar veririk deyə. Üçüncü say sistemindən sonra bir dənə möhkəmləndirici test var idi. Elə adı möhkəmləndirici test idi. Bəli. Amma sənəd anlayışına aid demişdik, onu təkrarda verəcək. Bir də evə o testləri verəcəm. Yazacaqsınız Necə bunları. Necə? Necə dediniz, zəhmət olmasa eşitmədim mən. Nə verəsiniz? Bildim, ev tapşırığına alqoritmi təkrar, yəni səhvlərə təkrar baxsız, axıra qədər işləməyənlər işləyir. Bir də kitabda möhkəmləndirici testlər var. Say sistemindən sonra 60 dənəlik bir test olmalıdır. 60-dır, 70-dir, dəqiq sayı yadımdan çıxıb. O test işləyirsiniz, yazacağım qrupa. Yəni test onu verirəm, bir də alqoritmin təkrar olaraq, testləri təkrar baxmaq. Deməli, 95 dedik, 96, bir də 99. Bax, 96-cı sualda deyir, vətən sözü neçə dəfə çap olunar? Bax, gəlirəm, i 8-dən müqayisə aparır. Deyir, i 8-dən böyükdürmü? i 0-dır. 0 8-dən böyükdürmü? Yox. 0-ın üstə 2 gəlirəm, elədi 2. Bax, i 2 alanda gəlir burada vətəndən keçir. Deməli, bax, bu oldu 1. Yəni, neçə dəfə vətəndən keçirsə, onu sayırıq biz. Gəlirəm təzdən. 2 8-dən böyükdürmü? Yox. 2-nin üstə 2 gəlirəm, olur 4. 4-də vətəndən keçir. 4 böyükdürmü? Yox. Üstə 2 gəlir, 6-da keçir. 6 böyükdürmü? Yox. Üstə 2 gəlir, 8-də keçir. 8 8-dən böyükdürmü? Yox. Üstə 2 gəlir, 10 alır, 10-da vətəndən keçir. 10 8-dən böyükdürmü? Hə. Bir dəfə də vətən burada var. Elə bir 10-la bir dənə burada çap eləyir. Bir dənə də axırda çap var. Ona görə 10-da 2 dənə çap gedir. Ona görə cəmi bu plusların sayı olur 6 dənə. Elə bir 5 dəfə burada çap eləyir. Bir dəfə də burada vətən sözü var.
Eləyir 6 dəfə. Əksərən uşaqlar bu axırdakı vətəni saymırlar. Doxsan doqquz. 99-da. Bax, A bərabər B-dir deyir. 3 bərabərdirmi? Deyirəm hə. Gəlirəm həyə. B C-dən böyükdürmü? 3 1-dən böyükdürmü? Deyirəm hə. B-nin üstə C gəlir. B 3-dür, C 1-dir. 3-ün üstə 1 gələndə B-nin yeni qiyməti olur 4. A-nın üstə B gəl deyəndə artıq A 3-dür, amma B-nin yeni qiyməti 4-dür. Ona görə 3 ilə 4-ü toplayanda 7 eləyir. Buna görə deyirik cavab 7. Başa düşdünüzmü gənclər bunu? Bəli. Alqoritmə aid blok sxemli əlavə test. Göndərə bilərəm Nərgiz xanım. Sadəcə onu qrupdan soruşaq. Bir dəncə rekord dayandırın.